Yanaçı yürüyüşümüzün 3-cü vəziyyəti Newlesdinka tənzimimizin 10-cu hərəkəti olur. Bu hərəkət iki hərəkətin bir-birinin vəslində, kuplunda çoxlu köməklik edir biləmizə. Bir seri bu halətdə elə göstərirəm xidmətdə ki, kolliyyat nə mənadır? 4 şumarədə icra olunur. Deyirik, daban, hala toziyini kamil verəcəm. Qabaq ayaq daban, ayaq şappa, gedir daliyə və yerin dəyişir. 1, 2, 3, 4. Bərəksi də ola bilər. Məddə nəzərimiz bizim bu tənzimdə feilən sola tərəf hərəkətdir. Tozihim verim xidmətinizə ayaqlarımızda. Bu ayağa deyirik, ayaq burma ki, 6-8 rəqsində də bu çox-çox istifadə olunur. Ayaq burma ki, əvvəldə gəlir, baxsaq sağ ayaq gedir sola tərəf, sonra 45 dərəcə, üzrəm 90 dərəcə gəlir, dönür, bu tərəfi göstərir. Yəni ayaq burma, daban burma. Pəs olur 1 şappa. O birisi ayağımız şappadır ki, çun hərəkət edirik yanaçı sol tərəfə. Bir dənə ayağımız şappa vurur. Şappa. Bu halət ərz edeyim. Sağ ayaq gəlir, sol ayaq mask gelir. İndi siz solu görmüsünüz. Baxsaz, ayaq burma. İndi sol ayaq özünü göstərir şappa ilə. 2. Sonra həman daban gedir, olur dalda pəncə və sonra bu birisi ayaq yenə də qeydir qabağa sarı. Pəs bu ittifaq düşür. Deyirik 1, 2, 3, 4. 1, 2, 3, 4. Hərəkət bu tərəfədir, sol tərəfədir. Ayağın cəhəti sol ayağımızın, barmaqlarımızın ucu kollən məsiri hərəkətimizi göstərir ki, sola tərəf gedirik. Baxsaz, deyirik daban, ayağımızın ucu 2, baxır bu tərəfə. Sonra 3 gedir daliyə, dubara 4 gedir bəğələ. Sağ ayağın işi hərəkətimizi gözəl göstərməkdir. Sol ayağımızın işi bizi qabağa aparmaqdır. Baxsaz, sağ ayaq gəlir, bəzəyi verir. Sol ayaq bizi atır qabağa. Sağ ayaq gedir daliyə. Sol ayaq yenə bizi atır qabağa. Pəs, oldu 4 şumarə. Daban, hərəkət, pəncə, hərəkət. Bu kolliyyat ayaqlarımızdır. Əllər ki, bu ayaqlarda istifadə edirik. Sabit, feili halda bu tənzimimizdə, bu modeldə əllər beldədir. Yəni, bunu saxlayırıq, ayaqlarımız bu vəziyyətdə icra edirik. 1, 2, 3, 4. 1, 2, 3, 4. Sol ayaq daimən şappanı vurur və sağ ayaq gəlir bir seri daban, bir seri pəncə. Qabaqda daban, dalda pəncə. Lütfən ayaqların kamil yerinə salın, sonra əlləri izafə edin biləsinə və bu hərəkətdən ləzzət aparın.